Bir həyat hekayəsi. Sevinci, kədəri, problemi və həyat təcrübəsi ilə dolu olan təsirli və ibrətamiz bir həyat hekayəsi. Hər insanın özünə məxsus bir həyat hekayəsi var. Müxtəlif həyat hekayələrini dinləmək üçün 96.9 tezliyində Marnoli Radiosunun canlı efirində Rübabə Muxtarovanın təqdimatında çərşənbə axşamı saat 12:00-da dinləyə bilərsiniz. Salam hörmətli Radio Marnoli dinləyiciləri. Bugün yenidən biz sizinlə bir həyat hekayəsi radio proqramında görüşürük əziz dinləyicilər. Bugünkü bizim qonağımız saz və söz ustadı Vəli Məmmədoğlu Nəsibovdur. O bizə Qardabaynidən qonaq gəlib və bugün o sizə öz həyat hekayəsini danışacaq. Nəbi müəllim, salam, necəsiniz? Salam. Çox sağ olun ki, mənim təklifimi qəbul elədiniz, gəldiniz. Çox sağ olun, təşəkkür edirəm sizə. Çox sağ olun. Nəbi müəllim, Bəli. biraz bizim dinləyicilərimizə özünüz haqqında məlumat verə bilərsinizmi? Məsələn, yəni ki, mən bilirəm ki, siz çox gözəl saz və söz ustadısınız və bu ərəsəyə necə gəldiniz, necə çıxdınız, yəni biraz özünüz haqqında məlumat verin. Baş verəcəm, biraz danışanda hündür danış. Baş üstə. Mən 47-ci ildə Qarayazalada doğulmuşam. Və gəlib 15-14 yaşlarına çatanda mən məktəbdə yaxşı oxuyurdum bu nəğmə dərsini. Hamı məsləhət elədi ki, səndən yaxşı bu əlindən çıxar. Ancaq mən sazı seçdim, dedim mən aşıq olacağım. Beləliklə məni yatırdılar Dədə İbrahim, yanına şagird verdilər, şəhid verdilər mənə. Əmrah Gülməmmədov. 63-cü ildə mən bu sənətə gəldim. Və Əmrah əbi məni qəbul elədi, oxutdu, gördü, yaxşı səsim var, yaxşı oxuyuram. Dedi, bu gündən sən mənim olduğum şəhərdir. Bu ünvanla 63-də şəhidliyə başlayan adam 75-ci ilə qədər mən Dədə İbrahimlə bir yerdə gəzmişəm və ona qulluq eləmişəm. Aradan 1-2 il fasilə olundu. Fasilədən sonra Əmrah əmi gənə məni şey dedi. Gəl dedi, para var mənimlə gəzək. Deyəndə mən dedim, başla. 86-cı ilə qədər biz ata-oğul kimi böyük hörmətlə bir-birimizə mən Dədə İbrahimlə işlədim. Onunla toya gedirdim, onun dediyini şey elirdim. Əmrah məni yaddan çıxartmadı, bıraxmırdı məni. Sən dedi, yaxşı sənətkar edəcəm mən. Elə də pis olmadı. Mənim çaldığım saz havaları hamısı Əmrah Gülməmmədovun sazıdır. İndi çalamıram, xəstələnmişəm bunu. 86-cı ilə qədər yenə biz bir ata-oğul kimi işlədik. 86-cı ildə Dədə İbrahim rəhmətə getdi, öldü. Mən də sənətdən artıq uzaqlaşdım, gördüm o qədər əl vermir bu sənət. Bax, belə mən təzvih alıb Dədə İbrahimlə, ona qulluq elədiyi vaxtlardan. O çox gözəl sənətkar, böyük sənətkar idi. Və məni pis yetirmədi, yaxşı yetirdi. Olduqca yaxşı, kamil yetizdirdi mən. Elə də biz yoldaşlıq istədə Kamandar Əfəndiyev, Əmrah Gülməmmədov, mən bunların yanında çox ərləndim. Çox bunlarla gəzdim, otdum, durdum, qulluq elədim, çörək yedik, su içdik, bax belə. Mən bu iki sənətkara, daha sənətkarları deyərəm, Allah rəhmət eləsin. Onlar çox böyük sənətkarlar idi. Həddindən artıq böyük.
Əsas sizin həyatınızda sizə ruhlandıran insanlar, yəni onlar olublar, eləmi? Bəli, bax bu iki nəfər məni irəli çəkdilər, bu iki nəfər gördü, mənim yaxşı səsim var idi. Gördülər, mən sənətkar ola bilərəm və məni irəli çəkdilər, məni özlərlə bərabər toya aparırdılar, toylara gedirdik, konsertlərə gedirdik. Dincəlməyə gedəndə məni təklif görürdülər, gedirdik. Bax, beləliklə mən bu sənəti çox sevdim və çox məclislər apardıq, məclislər gördük. Allah tədəbirə, kəvandara rəhmət eləsin. Bunlar məni yetişdirdi, mənim ustadlarım bu iki nəfər oldu. Biliyimdir, saz çalmağımdır, məclisdə davranış eləməyimdir, danışmaq tərzidir. Bax, belə mənim həmişə bu ölçülərlə bunlar ölçüb, biçib gətirir, nizamlarlar. Bax, belə mənim təcrübəyarım budur. 63-dən 75-ci ilə qədər mən Dədə Əmraha qulluq eləmişəm, onun şairdə olmuşam. Bir neçə ildə baravar gəzmişik, sonra mənim cavanlıq vaxtım oldu, mən başqa bir şəhərə getdim, təzə oğlan. Bir-iki il orada qaldım, sonra geri gələndə gəl Əmrahəmin yanına gəldim, dedi, gəl, sənəti buraxma, dedi, valla gəl. Elə də mən 86-cı ilə qədər o kişi ilə əlaqəmiz olub. Bizdən gəlirdi, bizə 20 gündən, bir aydan qalırdı. Onun əl yazmaları 86-cı ildə bizdə olub, bizdən gedəndən 20 gün sonra rəhmətə gedir. Onu 86-cı ildə məndən bir opsi dəftərdə yazdığı şeirləri görsəniz öz xəddinlə, sonra qol çəkib, Əmrah Gülməmmədov, inanmaq olmaz buna. Belə bir adam 86-cı il bizdə olsa, yesin, içsin, desin, gülsün. Öyə gedir, öydə 20 gün çəkmədi, içdim ki, Əmrah təzə gəldi öyle yerdə. Bax, belə. Çox sağ olun, minnətdaram ki, siz məni belə bu yaşda qəbul edirsiniz və mənə çıxış yol yaradırsınız. Mən Bakıya konsertə çağırdılar bizi. Oranın nazirliyi mənim adımdan telegrama məktub gəlmişdi. 75-ci ildə mən bizim Qarayaz aşıqlarını yığdım, oraya apardım. Getdik, orada bizi yaxşı qarşıladılar, oteldə yer verdilər. Niyazi müəllim yaxşı qəbul elədi bizi. Sonra Mövlüd Borçalı var, o yaxşı qəbul elədilər. Bizə yaxşı təşkilatlar yaratdılar. Bir 10-15 yıl orada qaldı, konsertlərdə olduq, Sumqayıtda, başqa yerdə, Bakının özündə, Filarmoniyada. Və mənə orada gətirdilər, bu qədər aşığın içərisində 2-ci dərəcəli diplom verdilər. Sonra fəxri fərman verdilər mənə. Aşıqlardan məni alqıslayan da oldu, mənə xeyir dua verən də oldu, olmayan da oldu içində. Onu da orada oturup baxırlar, deyir, ne vermişsən, olsun yaşlı sənətkarsan. Büyük bu adam qələbə çalıb buna lazım olsa sizə də yazıb verərik diplom. Düzdür. Bax, belə olubdu. 78-ci ildə yenə konsertdə olmuşuq. 30'a yaxın aşıq Borçalıdan getmişdi. Mən isə buradan 4 nəfər idik. Qarayazdan biz getmişdik. O qədər adamların içində, o qədər sənətkarların içində Dədə Əmrah başda olmaqla. Mən də Əmrah dayıya dedim, Əmrah dedim, mən nə vaxt çalım sənin yanında? Dedi, sən işində olmalı, mən Əmraham. Hasıl istəyirsən onu çal. Dedim, mən ruhani falan, get çal dedi. Mən çaldım, qutarandan sonra fasilə verildi 15 dəqiqə. Bunu mən heç özümdə də keçirə bilərdim ki, bu necə oldu? Məndən yox, burada Dədə Əmrah var, Raşid Əlxan Qarayazlı var, Hüseyin Salaslı var, başqa aşıqlar var. Bunlarda niyə olmadı? İminlə mən çalıb oxuyanda, geri qaydandan sonra fasilə verildi 15 dəqiqə. Gəldilər bizlə şairlər, görüş şairi, Osman Sarıvəlli, Şaman Mustafayev, Nərman Həsənzadə, Rasim Kərimli, Zəlmxan Yağıbov. Onda Zəlmxan hələ
təzə idi Bakıda şey. Bizə Göyüş müəllim vardı, Allah rəhmət eləsin, elə də Zərbxana. Onlar təbrik elədi bizi, Rasim Kərimli təbrik elədilər. Osman Qağa özü qucaqladı, cümdən öpdü, dedi, sən nə vardın, dedi. Əmrahı yaddan çıxartdın, sən nə vardın, dedi, özü ixtiyar verib bana, icazə verib. Osman Qağa dedi. Dedi, şahs oldu, razıyım. Buradan alnımdan öpdü. Baba Mirzəyev, baba o oxuyan müğənni var idi, Mahmud oğlu. Bir belə dəstə gülla məni qarşıladı fasilədən. Belə gəldi, məni qucaqladı, öpüşdü, elədik. Aya dedi, o kürün suyuna qurban olun mən. Ay baba, siz hərəkət deyib, mən baba əbeşim. Dedim, hansı baba? Dedi, baba Mahmud oğlu. Kür dedi, bizim içərimizdən axıra, o kürün suyuna qurban olum. Səni kimi oğlan, cavan, aşıq yetirir, məni kimi də baba yetirir. Sən dedi, mənim qalıq dedi, dərdəyimdə işləyəcəksən, bütün solaları sana verəcəm. Bunu anlatmaq insan, mən sevmirəm anlatsınlar məni, nə də kimsəyə mən Allah. Dedim, ay baba, heç cürə mümkün deyil, tutandı. Nədir cavan oğlansa sən? Dedim, ay baba, qardaş, mənim 8 dənə evladım var. Mən onları kimin tapşırım? Kimin buna qoymayarım? Bunlara çörək qazanmaq lazım deyil, gecə gündüz bunları yoxlamaq. Of dedi bəli, of bəli, of bəli. Nə belimi qırdın sən mən. Qucaqladı, bir də öpdü məni. Təbrik edirəm dedi səni. Təbrik edirəm, alqışlar sənə. Bax, məni belə olub, mən harada olmuşamsa, özümə görə. Hörmət qazanmışam, mənə hörmət deyiblər və məndən pis davranış olmuyor. Son vaxtlarda bu sanatdan ayrılmışam, yaşda balaca deyil, 80 yaşında. Qolumda əsir çala bilmirəm, əziyyət çəkirəm özümü. Allah şəfa versin sizə. Əziyyət çəkirəm, niyə mən bu ayrı yer yox, bir də bu qoluma saç çalaram. Mən heç ağlıma gətirməzdim, mən belə olacam. Məsələn, barmaqlarım korlaşacaq. Mən Əmrah kimi, Dədə Əmrah kimi saç çalırım, Kəmandar kimi saç çalırım. Hamman çalanda deyəndə deyirlər, Dədə Əmrah, Dədə Əmrah. Osman Sarıvərli şair dedi, Bəlcən, icazə versən və qüdrətim oldu, mən sənin adını dəyişərəm. Dedim, Osman əminə, dedi, Cavan Əmrah qoyarım adını. Necə deyir, Kəmandarın adını dəyişdim, komandir idi, Kəmandar elədim. Səni də gənc Əmrah eləmək istəyirəm. Hayır da mənim pis vaxtla düşürsən, qoca vaxtla düşürsən. Mən səni eləyərdim Dədə Əmrah, Cavan Əmrah. Deyim, çox sağ olun. Siz ki, bana bu qiyməti verirsiniz. Mən razıyam sizdən. Çox sağ olun, canınız sağ olsun, bax belə. İndi sizlərə can sağlığı arz edirəm. Vəfalı can sağlığı, tanış elədi, yaxın elədi. Bunun özü böyük hörmətdir. Çox sağ olun. Allah sizə də can sağlığı versin. Çox sağ olun. Çox razı qalıram sizdən. Mən ağrıdım biraz. Gələ bilmirdim. Sonra vəfalı dedim, mən gələnməyəcəm, mən ağrıyla benim. Mən mahşur çalarım, hava yiyib. Burada da getdim, qılın çıt götürdüm, başımı satdım. Axırı gəldim, çıxdım, çatdım sizə, görüşən, sizlərə can sağlığı arz edirəm. Çox sağ olun, çox sağ olun. Yaxşı günlər arz edirəm. Vəli müəllim, bəlkə şeirlərinizdən bizə deyəsiniz? Şeirlərdən biraz Əbrahimdən başladıq. Mən onlardan haqqındadır. Buyurun. Əmrahəmi aramaram, çal dinlənsin yanıq yarım. Gör nə qədər bəxtiyaram. İncəsidir bizim elin, sarı telin, sarı telin. Sən çalanda ucalıram, sanıram ki mən çalıram. Çal demə ki qocalıram. Dastanıdır hər ötən ilin, sarı telin, sarı telin. Ana yurdun hər yazının, kamandarın avazının, Əmrahın telli sazının, vurğuluyam siz də bilin. Sarı telin, sarı telin. İndi Əmrah haqda, Kəmandar haqda nə danışsa az eləyər. Deyir ki, Əmrah dayı götür sazı, qoyma boş qala barmaqlar. Bəlkə eli, obamızı yadıma sala barmaqlar. Gah zil ilə, gah da bəmlə, neçə xalla, neçə güllə,
Ruhani ilə, sarı tel ilə canımızı ala barmaqlar. Saçlarına dən düşsə də, illər sənsiz ötüşsə də, Omar deyər gün keçsə də, hey süzə çala barmaqlar, çaldıqca çala bax. İkinci bizim Borçalı cəmiyyəti, elimiz, obamız, xalqımız həm böyükdür, həm aşıq sənətinin meyilləri çox, istəkləri olur. Ona görə bu xalq sazla böyüyüb, sazla qalqıb. Ona görə də bir şeir yenə demək istəyirəm ki, Dədə Qorxud, Xəstə Qasım, Qul Abbas, torpağımda ustad da var, el də var. Saza dədə, sözə xəstə, eşqə qul. Ömür də var, körül də var, dil də var. Duyan bilir bəmdə nə var, pəsrədir. Zərif xallar aləm deyil, bəsrədir. Kim bilməsə hava nədir, səs nədir. Qandırmağa mizraf da var, tel də var. Əziz tutdum babaların xətrini, dünya bildim kəlməsini, sətrini. Qış günündə qoxlamışdım ətrini, söz bağımda çiçək də var, gül də var. Zəlmxan Yaqub, o yazım. Bir dənə də şeir deyim. Deyir, mehribansan, nəcib doğma ana tək. Hər zaman gülürsən, üzə Borçalı. Qoynunda yeri var, yaxının, yadın, hörmətin var, doğruca Borçalı. Geniş düzənliyin, dağlıdır yanın, sərin yaylaqların isti aranın. Kiçik qardaşsan Azərbaycanın, onun üçün əzizsən bizə Borçalı. Bir yanın qara əzi, küryan meşəsi, baş keçid dağları, şeyh bənövşəsi. Elə bir cənnətdir, hər bir göşəsi, çıxanda çəmənə düzə Borçalı. İndi Borçalımız var olsun. Borçalımız yaşasın. Amin. Borçalımız, xalqımız illərlə illər boyu yenə burada davam eləsinlər. Nəsildən nəsilə, köydən köyə. Həmişə xeyir günlər, yaxşı günlər olsun. Çox sağ olun Vəli müəllim. Sağ olun. Vəli müəllim, belə bir sual verim bir dənə sizə. Buyurun. Sizin bax, məsələn, gənc nəslə nə tövsiyəniz, bir ağsaqqal kimi nə tövsiyəniz, nə məsləhətiniz olardı? Bax, indiki gənc nəslə. İndiki gənc nəslə sağ olsunlar, bu dəqiqə yaxşı çalanlar da var, oxuyanlar da var. Ancaq tövsiyəm ondadır ki, ustaddan dərs alsınlar. Ustadın nə olduğunu bilsinlər ki, ustad nə deməkdir. Ustadın davranışı necədir, məclis davranışı necədir. Nə olsun, səsin var, şeirin var, oxuyursan. Amma sən ustad kim olduğunu bilmirsən, sənin hansı... Mən tövsiyəm, bütün gənclər ondadır ki, kamil ustadlara qulluq eləsinlər, onlardan dərs alsınlar, onlardan məclisdə hərəkət qaydaları alsınlar, onlardan necə davranmaq lazım cəmaata, necə məclisə söyləmək lazım. Bunları öyrənsinlər. Mən 15 il onun üçün mən Əmrah əmiyə qulluq elədim, Dədə Əmrah. Hədər eləmədim. Mən bugün də yarımçıyam, ona görə ki, Dədə Əmrah tez getdi. Nə var da o yazırdı, mənim arxivlərim doludur. Şeiriyyat, söz, kitab, dəftər, ruska, hamısı bunun. Tövsiyəm yalnız canları sağ olsun. Daha da qoy çox olsun. Ancaq ustada qulluq eləsinlər, ustad. Qoy ustad əli görsün, qoy ustad sözü görsün, qoy ustad davranışı görsün. Ustadın hərəkətini görsün, ustadın dostluğunu görsün, məclisə girəndə necə davranış eləyir, çıxanda necə... Bax, bunları öyrənsinlər. Şeir də özlərindən asılıdır. Ustada qulluq eləsə, ustad şeiri verəcək. İndiki kitablarda şeirlər, dastanlar, hamısı kitablardadır. Düzdür. Ustad istəmirlər, oradan öyrənsinlər, dastan bilsinlər. Dastan bilməyən bir sənətkar yarımçıq deməkdir. O sadəcə saz ustasıdır. Onda yox. Məndə azı bir 15 dənə ana dastan var. 15 dənə. İşlətməsəm də artıq öyümdə 15 dastan dəftərlərdə. Bu dəftərlərdə qalana qədər dillərdə qoyucusundur. Yazın, götür. Mən həm şeir verim, həm sizə dalğıdıram yazım. Hara gedim mən? Cəhzası adı verim. Bax belə, nə qədər bilirsən, o qədər yaxşısan.
Düzdür. Dayaz demirlər. Nə qədər danışığın təmizsə, sağlamsa da hamı deyir afərim olsun danışdı. Düzdür. Kamandarı niyə sevirlər? Oxumasın da danışmağı bir-birini bağlayır, bir-birini tutur. Düzdür. Kamandar yaşamalıdır. Əmrah yaşamalıdır. Hüseyin Saraslı yaşamalıdır. Bunlar dahi ustaddılar, dahi. Ölənlər Allah rəhmət eləsin. Borçalının görkəmli ustadları olub. Xəndi Məmmədim deyim, Aşıq Sadıqım deyim, Çayır Ağacarım deyim, İbrahimim deyim, Abbasım deyim, Hüseyin Saraslı'mı deyim, Ziyaddinimi deyim, Söyünümü deyim. Bunlar hamısı Borçalının yetirmə. Sən böyük sənətkarlar deyib alacağı yox. Özgə sözümüz nə varsa bu sənətdə mən hazıram qulluğunuzda. Başardığım nə qədərsə doğru mən. Çox sağ olun, çox sağ olun müəllim, çox sağ olun. Bir daha yenicə sizə mən öz təşəkkürümü bildirirəm ki, dəvətimi qəbul elədiniz, gəldiniz. Çox sağ olun. Çox sağ olun, çox sağ olun. Necə deyirlər, tanış olmağımız çox məmnun oldum. Çox sağ olun, çox sağ olun. Bir qardaş kimi mən sizə çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Əziz Radio Marnoli dinləyiciləri, bizim bugünkü qonağımız deməli, Bir Həyat Hekayəsi radio proqramının qonağı deməli, Vəli Nəsibov idi, saz söz ustadı. Əziz dinləyicilər, bizim bugünkü Bir Həyat Hekayəsi proqramımız sona çatır və gələn verilişlərdə sizinlə görüşənədək sağ olun, sağlıqla qalın. Sağ olun, sağ olun, sağ olun, sağ olun. Var mənim hardadır? Sağ olun. Mən də sizə öz minnətdarlığımı bildirirəm. Məni çağırdığınıza görə Allahdan sizə ömür gün arzulayıram. Allahdan sizə can sağlığı, həyatında ailələ, balalarının xoşbəxt olasın. Çox sağ olun, çox sağ olun, çox sağ olun, sağ olun, sağ olun, sağ olun. Etibar müəllim hardadır? Deyən görün, Etibar müəllimi çağırım. Bir dəqiqə, evi otur. Amil, Amil. Bir həyat hekayəsi. Sevinci, kədəri, problemi və həyat təcrübəsi ilə dolu olan təsirli və ibrətamiz bir həyat hekayəsi. Hər insanın özünə məxsus bir həyat hekayəsi var. Müxtəlif həyat hekayələrini dinləmək üçün 96.9 tezliyində Marnoli Radiosunun canlı efirində Rübabə Muxtarovanın təqdimatında çərşənbə axşamı saat 12:00-da dinləyə bilərsiniz.